biləcəyim bir şey. Üzvdə bircə dənə sən yəni asan yolunu deyəcəm hər bir şeyin. Əzbəri qəti yığışdırırıq. Əzbər yoxdur bu bölmədə. Heç bir şey əzbər deyil. Sadəcə başa düşməlisən. Nəyi başa da düşməsən bir-bir suallarını ver. Yəni yavaş-yavaş gedək. Başladıq. Ya Allah deyirik. Getdik. Bir dənə lövhəni də açım. Başladıq. Demək, birinci şəfa nədən başlayırıq? Alkanlardan. Görək alkan nədir? Nə olan şeydir? Alkan. Alkan sözünün mənası parafin deməkdir. Parafin sözünün mənası da ətirli maddə deməkdir. Parafin sözünün digər mənası doymuş birləşmə deməkdir. Yəni belə nəticə çıxarırıq ki, alkana nə dedilər? Parafin. Yəni alkanın digər mənası parafindir. Alkan sözünün mənası parafin deməkdir. Parafin sözünün özünün mənası nə demək oldu? Ətirli maddə. Ətirli, yazıram. Maddə. Bunlar müəllimə qaydada var da. Bəli, bəli, yenə qeyd dəftərimdə var. Alkan sözünün mənası parafin deməkdir. Parafinin mənası ətirli maddə deməkdir. Parafin sözünün digər mənası isə həm də doymuş birləşmə deməkdir. Və yazıram. Doymuş birləşmə. Həmçinin doymuş birləşmə deməkdir. Yaxşı, doymuş birləşmə nədir? Niyə bunlara doymuş birləşmə deyirlər alkanlara? Bax, adından görünür doymuş. Yəni doymuş birləşmələrdə doyan karbon olur. Ümumiyyətlə üzvü maddələr karbonun, hidrogenin, oksigenin köməkliyi ilə düzəlir. Karbonun yanında olur. Karbon nədir burada? Karbonla hidrogen birləşmələrində. Bu doymuş birləşmələrdə karbon doyur. Ona görə buna deyirlər alkan, yəni doymuş birləşmə. Çünki karbon və hidrogen birləşmələrində hidrogen sıra nömrəsi həmişə 1 olur. Valentliyi də 1 olur axı onun. Amma karbonun birləşmələrində karbon 4 valent olmalıdır. Yəni karbonu doydurmalısan ki, o doymuş hala gəlsin. Ona görə də parafinlərə doymuş deyirlər. Yəni alkanlara da parafin deməkdir. Yəni parafin sözü alkan sözündən gəlibdir. Alkan sözü parafindən götürülübdür. Yəni bunlar hamısı bir-birindən əlaqəlidir. Başa düşdün demək istədiyimi? Yəni burada karbonu sən doyuzdurmalısan. Hidrogeni niyə doyuzdurmursan? Hidrogen olsa ki 1 valentdir. Amma karbon 4 valentdir. Karbonu doyuzdurmalısan. Karbonun bircə dənə istisna 3 valentliyi var idi. Hansı birləşmə idi? CO birləşməsi. Ay sağ ol. Karbon burada 3 valent göstərirdi. Amma yerdə qalan bütün birləşmələrdə karbon 4 valent olur. Ona görə də parafinlərə doymuş deyirlər. Bu oldu belə. İndi gəldim nəyə? Alkanlara. Tərkibində karbon və hidrogen olan birləşmələrə aiddir. Amma nətər? Bunlar müəyyən qaydada olmalıdırlar. CnH2n plus 2. Bu şərti ödəməlidirlər. Demək, alkanların hamısı karbon və hidrogen iştirakı ilə düzəlir. Ancaq ayaqlarında, yəni atomlarında karbon N olanda hidrogen 2N toplu 2 olur. Bilsən nə deməkdir? Yerinə rəqəm qoy, məsələn 1 qoyanda. N-in yerinə 1 qoyuram elə. Hidrogen nə olur? 2-ni vuranda 1-ə, yenə bax buradakı N-in də yerinə 1 qoyuram, burada 1 qoyuram. 2-ni vuranda 1-ə 2, 2-nin üstünə 2 gəldikdə eləyir 4. Demək formulun çıxır nə? CH4. Əgər bu şərti ödəyirsə, baba bu şərti ödəyirsə bu alkan. Demək bu nədir? Alkandır. Bu birləşməmiz alkandır. Bura lap 2 qoy, burada da gətir 2 qoy. Yenə görəsən ki, C2H6 alındı, C3H8 alındı. Başa düşdün nətərdir? Yəni alkanlarda bu qayda olur. Və alkanlar karbohidrogenə aid olur. Karbohidrogen karbon və hidrogenin iştirakı olan birləşmələrdir. Alkanları onlara aid edirsən. Görsən, baxanda görünür də karbonla hidrogen iştirak eləyir. Və bunlar doymuş alifatiklərdir. Doymuş alifatiklər. Alifatik nə deməkdir? Bax, deyəsən ki, alifatik nə deməkdir görən? Doymuş alifatik də deyirlər bunlara. Görəsən belə bir cümlə, söz. Doymuş alifatik, yəni ki, doymuş oydu ki, karbondur. Alifatik də o deməkdir ki, yəni açıqdır. Alifatik sözünün mənası açıq deməkdir, açıq. Necə yadda saxlayasan? A. Alifatik açıq. Biri də var ki, qapalı quruluş. Yəni buna da deyirlər siklik. Siklik. Zəhmət olmasa bir də bu alfatik qapağını bir də deyə bilərsiniz. Yaxşı. Bax, bunlara deyirlər alkanlara doymuş alifatiklər.
Doymuşu onsuz da ki bayaqdan izah elədim nə idi, niyə bunlara doymuş deyirdilər. Amma alifatik sözün mənası isə açıq deməkdir. Dedim bunu da belə yadda saxla ki, A, baş hərfləri eynidir. Alifatiklər açıq quruluşludur. Siklik isə qapalı quruluş deməkdir. Bəs deyəsən bu qapalı quruluş nədir ki, ay müəllim, açıq nədir, qapalı nədir? Burasını başa düşmədim axı. Bax, burada nədir? Söhbət nədən gedir? Bax, gözə görüm, ox nə idi? Hə, burada ox, bu fikrimi yayındırdı bu. Hə, burada söhbət ondan gedirdi ki, alifatik açıq o deməkdir ki, yəni quruluş biri var ki, məsələn, buradan başlayıb bax belə. Görsən, gəlir, açıqdır da, amma qapalı quruluş odur ki, belə olur. Gəlir, başladığı nöqtə ilə qurtardığı nöqtə eyni olur. Bax, məsələn, biri var karbon. Hidrogenləri də yan yörəsinə belə düzəsən. Hə, bu olur açıq quruluş. Alifatik quruluş. Niyə? Görsənmə bax bir zəncir üzrə düzülübdür. Lap nə bilim buradan başlasın. Burada da bir zəncir üzrədir. Zəncir bağlanmayıbdır. Amma bura baxanda görsən ki, məsələn, bax ən çox da indi benzolda falan keçəcəyik. Onların quruluşu belə yazılır. Bu belə quruluşdur. Görsən başladığı yerlə bitdiyi yer bağlanır. Görsən quruluşa bax bir dənə qapalıdır. Yumru, qapalıdır. Amma buna bax açıq oldu. Fərqi bildin alifatik nədir, siklikin fərqi nədir? Bildim müəllimə. İndi nətər yadda saxlayaqsa, bircə dənə cümlə deyirəm. İndi qarışdırarsan, o qədər üzvlər keçəcək ki, üzv maddələr. Deyəsən görən alifatiklər hansılar idi? Yadda saxla. Alifatiklər. Bircə dənə sikliklərdən istisnalar var. Sikloalkanlar və benzollardan başqa. Üzvü maddələrdə, üzvü kimyada nə qədər maddə tanıyırıqsa, yerdə qalanlar olacaq alifatik. Bax, yenə deyirəm. Sikliklərdən, sikloalkanlar, sikloalkan, bir də benzollar istisna olmaqla. Bir də benzol. Bunlar siklikdirlər. Bütün üzvü maddələrin hamısında. Yerdə qalan nə qədər üzvü maddə keçəcəksə, alkan, alken, alkadin, alkin, nə tanıyırsansa, hamısı olacaq alifatik quruluş, yəni açıq quruluşdur. Bircə dənə sikloalkandan benzol siklik quruluşdadır. Yadda qalar bu da. Bəli, mən qeyd elədim ki, sikloalkan və benzol bunlar yalnız siklikdir. Bəli, yerdə qalanlar isə alifatikdir, yəni açıqdır. Bir də gəldi indi şəfa. Bir dənə bunu silim. İndi gəldik düsturlara. Yenə düstur əzbər əmri. Mənim dərsimdə əzbər yoxdur. Hı. Ümumi formula. Ümumi formulu nə oldu bu alkanın? CN H2N plus 2. Bircə dənə daha bir zəhmət formulları əzbərlə bəs eləyəcəkdir. Bircə dənə formul. Formulu bilsən hər şeyi çıxardırsan. Bax burada hər birinin adı var. Gətirib N-in yerinə 1 qoyanda hidrogen neçə olur? İndi özün denə görüm hidrogen neçə olacaq hidrogen ayağı? Yenə bura gətirib Deməli, N-lərin yerinə 1 qoy sırayla. Hı -hı. H4 olur. A ol. 2 qoyanda. 2 qoyanda olur S2, H6. Aha 3 qoyanda. S3, H8. 4 qoyanda. S4, H10. A ol. 5 qoyanda. S5, H12. Əla. Bax bu qaydada gedir. Hələ çox gedə bilərik. Bəs yaxşı, bunların adlarını nətər adlandırırlar? Bunun adı yadda saxla metan deyirlər. Bunun adına etan deyirlər. Bunun adına propan deyirlər. Bunları yaxşı əzbərlə ki, digərlərində bizə lazım olacaq. Bunun adına butan deyirlər. Bunun adına pentan deyirlər. Hər birinin adı var. Heksan, heptanla, dekan belə də gedir yəni. Ona qədər. Amma əsas testlər üçün pentana qədər olur. 5 dənəsi. Bir də heksan, heptanda arada düşür. 4-cü qrup səviyyəsinə düşür onlar ən çox. Başa düşdüm bura qədər. Bəs yaxşı, bunlarda rabitə necə qurulur? Bunlar nətər yazılır? O açıq zəncir var deyə, o nətər yazırlar? Məsələn, bizə götürüb veriblər C3H8. Mən nə bilim ki, quruluşa baxanda və yaxud da ki, bunun quruluşunu mən nətər çəkim ki, bilim bunu açıq zəncirdə nətər yazım? Nə edirsən? 3 dənə karbon gördün elə, gətirib 3 dənə karbon yazırsan. Aralarına bu karbonları birləşdirən nə lazımdır? Rabitə. Rabitəni gətirib qoyuram.
Hidrogenlər 8 dənə deyil, gətirib tamamlamalıyam. Amma nətər? İndi deyərsən, ay müəllim, mən nə bilim, iki tərəfə də burada 2 dənə karbon, hidrogen, burada 2 dənə, burada 2 dənə əlavə eləyərəm, 6 dənə olacaq. Nə edirsən? Sən elə eləməlisən ki, karbonun burada 4 valenti tamamlasın, doysun. Doymayıb da sən bunu doyuzdurursan. Ona görə buna bayaqdan biz doymamış deyirik də. Başa düşdün? Alkan nədir? Doymamışdı. Sən bunu doyuzdurursan. Başa düşdün? Bildim müəllimə. Biz Ona indi görə, bəli. karbonları doldururuq. Bəli, bəli. Bu doymuyubdur, sən bunu doydurursan. Ona görə deyirlər ki, alkanlar doymuş birləşmələrdir. Yəni doyuzdurursan bunu. Başa düşdük? Bu oldu belə. İndi gəl, bax, gəl. Oy, bu getdi. Bu karbonları doyuzduraq. Bax, 3 dənə karbon yazdım. Bunları nətər doyuzduraram? Hidrogenlə. Bunlar arasında baxırsan bunun bir xətti var. Bu karbonun neçə dənə xətti çatmır ki, 4 valent olsun? 3 dənə. Onda qırağına 3 dənə xətt çəkirim. Bu karbonun 2 dənə xətti var, bax. Nə qədər bunun xətti çatmır ki, 4 valent olsun, doysun 2 dənə. Bunun bir dənə xətti var. Nə qədərə çatmır Şəfa? Bunun 3 dənə. Gətirib qoyuram bura. Hidrogenləri də yazıram bu xəttlərimə. Hidrogen elə bunların yeməyidir. Hidrogeni yeyirlər. Yazdım. Bu oldu mənim ümumi formulum. Gördün ümumi formulu necə qururlar? Bu oldu belə. Bəs yaxşı. Bunlarda Şəfa, bu ümumi formulu yazandan sonra bunlarda sigma sayı necə tapılır? Keçən dərsimizdə keçmişdim. Qeyri-üzrdə keçdim bunu. Sigma sayı nətər tapırdıq? Deyirdim ki, sigmalar bunları saymaqla olurdu. Elə deyildi, harda təhqiqat görürdün, deyirdim, sayırsan. Təhqiqat rabitələr sigma rabitələri idi. Amma, indi sənə məsələn, bura yazacaqdı C5H10. Sən C5H12. Sən indi durub burada bir-bir bunu çəkməlisən. Tələm-tələsik imtahanda. Yox. Bunun da bir nəsə bir yolu var. Yolu odur ki, həmişə asan yolunu deyirəm. Atomu toplayırsan, çıxırsan birini. Məsələn, burada nə qədər göl var? Bax, burada nə qədər şey var? Cəmi atomu toplayanda nə qədər atom var? Burada 11 dənə. 11-dən bir çıxanda nə eləyir? 10. Demək, burada 10 dənə siqma var. Gəl mərcə sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Gördün? 10 dənədir. Gəl indi birində verim. Hə müəllimə, Məsələn, deməli bunların sayını tapanda atomların toplayıb çıxırıq biri. ay sağ ol. Bax, məsələn, C4H10 veriblər bizə. Belə bir alkandır. Deyir bu alkanda sigma sayı nə qədərdir? Sən durub buradan istəsən 4 dənə karbonu çəkərsən. Hidrogenləri də buna görə atarsan qıraqlarına. Hə. İstəsən belə eləyərəm. Buradan sayaram ki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Deyərəm ki, hə, 13 dənə burada siqma var. Amma bu vaxt itirməkdir qəbulda. Hazır dedim nə? Dedim nətər tapırsan? Atomları toplayıb 1 çıxarsan. 4-ün son gəlsən 14, 14-dən 1 çıxırsan eləyir 13. Gördün? 13 dənə siqma var. Açanda da eyni şey alındı, belə baxanda da eyni şey alındı. Başa düşdün buranı Şəfa? Yəni Bəli müəllim. siqma sayını atom topla çıx bir qaydasından tapırsan və yenə deyirəm, bax bu qaydanı yadda saxla. Axıra qədər düz dur, əzbərlətməyəcəm sənə. Sikloalkan, sikloalkan, bir də butandan başqa, daha doğrusu butan deyirəm, benzoldan başqa. O qədər butan, pentan dedim. Benzol. Bir də sikloalkanla benzoldan başqa yerdə qalan bütün üzvü maddələr nə keçsək hamısına bu dediyim qayda uyğundur. Sigma rabitəsini bundan tapırsan. Atomlarını toplayıb çıxırsan birini. Başa düşdük? Bəli müəllimə. Əla. İndi gəldik ümumi rabitə sayına. Rabitəni yaradan orbital sayına. Testlərə düşür bunlar. Bunlar nə deməkdir? Ümumi rabitə sayı o deməkdir ki, ümumi rabitə. Ümumi rabitə. Ümumi rabitə sayında pi rabitə üzərinə gəlinsin sigma rabitə bərabər olur polyar üzərinə gəlinsin qeyri-polyar. Eyni şeydir. Bu ikisindən də tapa bilərsən ümumi rabitə sayını.
Müxtəlif qeyri-metallar arasında olan rabitəyə polyar deyirdilər, bilirsən. Eyni qeyri-metal arasında olan rabitəyə də qeyri-polyar deyirdilər. Rabitə dərsindən bilirdik. Ya onları saymaqla tapa bilərsən, ya da hazır ümumi rabitəni pi topla siqma ilə də tapa bilərsən. Amma mən sənə deyim ki, bunlarda alkandadır. Alkanlarda pi rabitə yoxdur. Gördün, alkanlarda hamısı təhqiqat rabitə idi. Bayaq göstərdim də. Bunlarda pi yoxdur. Pi nə vaxt olurdu? Pi iki qatlarda olurdu, üç qatlarda olurdu. Deyirdim biri siqmadır, yerdə qalanları pidir. Bunlarda hamısı tək qatda deyə bunların pisi yoxdur. Yəni bunlar üçün düstur keçərlidir belə. Təkcə nə siqma sayı. Siqma sayı ümumi rabitəyə həmişə bərabər olur alkanlarda. Başa düşdün? Məsələn, Aynen. sən bir dənə Rabitə deməli siqmada təkcə. Pisi yoxdur. bəli, bəli, bəli. Amma yerdə qalan bütün, yenə deyirəm, yəni normalda hamısında görəsən ki, düsturumuz bu şəkildə olacaq. Yəni bu düstur deyil. Bunları əzbərləsə kitabda belə deyil. N-lə falan veriblər deyirsən, oxusan başın qarışacaq. Yəni məsələn, qısa yollarını deyirəm. Kitabda heç belə yazılmayıbdı. Yəni mən sənə deyirəm ki, ümumi rabitəni pi ilə siqmanı toplayanda almaq olar. İndi bizdə də pi rabitə olmadığına görə təkcə siqmanın sayına baxırıq. Məsələn, sənə veriblər S3 H8. Deyir burada nə qədər? Burada nə qədər ümumi rabitə var? Neyniyəsən? P-nin üstünə siqma gərəksən. Bunun P-si yoxdur deyə, yəni 3-ün üstünə 8 gərsən 11, 11-dən 1 çıxsan eləyir 10. Demək səndə 10 dənə siqma rabitə var idi. Və yaxşıdır da 10 dənə siqma, həm də 10 dənə ümumi rabitə var. Bildin? Müəllimə, onda bayaqkı düstur kimi Bəli, atomlarda bəli. bir Və yaxşı düstur, həm də ümumi rabitə üçün bunlar da keçərlidir. Başa düşdün? müəllimə. Aha, bu oldu ümumi rabitə. Gəldik indi siqma rabitəni yaradan orbital sayına. Hə, ən çox uşaqların qarışdırdığı budur. Axırda birini verəcəm, indi onu özün yazacaqsan. Siqma rabitəni yaradan orbital sayı. Bu nə deməkdir? Yəni hər bir rabitəni yaradan orbitallar var. O gün dərsdə keçdimizsə, hibritləşmə dərsində SP3, SP2, bax həmin dərsdir. Elə paralel getməmiz qəşəng oldu. Oradakı dərsi elə burada təhlil edirsən. Bax nətərdir? Yəni ümumiyyətlə bu siqma rabitə bunlarda hamısı təhqiqat rabitədir deyə. Təhqiqat rabitədə hansı hibrit orbital olur? Nətər yazılırdı? Qat SP, rabitəsi. İstəyəm. SP nə? 3. S3. Aha, nətər dedim təkdir. Bunu tamamlamaq üçün 4-dən 4 olmalıdır. Elə bir. Biri var, 3-ü çatmır. 2 dənə olanda nə olurdu? SP2. 3 dənə SP. olanda nə? SP. İndi burada alkanlarda hamısı təhqiqatda deyə səndə bütün maddələr SP3-dür. Bütün maddələrin, bütün hər şeyin hibritləşməsi burada SP3-dür. Gəl bir dənə nümunə verim sənə. Normalda bir də bunu da deyim. SP3-ün orbitalının çəkilişi, yazılışı nətər olacaqdır? S-in yazılışı kürə olacaqmı? Kürə şəklində. P-nin yazılışı nətər olacaqdır? Sonsuzluq şəklində. Bu qaydada. İndi gəl bir dənə buna baxaq. Və bizə tutalım ki, belə bir şey veriblər. Müəllimə, SP2 olsaydı 2 dənə sonsuzluq Bəli, çəkəsiydi. bəli, bəli. Bax, deyək ki, S3H8 veriblər. Elə qayda dəftərimizdə olan şeyləri yazıram ki, dərsi də oxuyanda başa düşəsən ki, nədən gedir söhbət. Bir-bir dərsi oxuyanda videoya baxa-baxa oxuyarsan. Bax, məsələn, C3H8 ilə karbon, 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 hidrogenləri yan-yörəsinə düzürük. Düzdür. İndi mən nə dedim? Dedim, siqma rabitəni yaradan orbital saylarını tap. Bax, bunun asan qaydası var. Düzdür, düsturla da tapılar, amma düstur öyrətmirəm mən sənə. Düsturu götürmə. Bax, bir dənə məntiqlə düşün. Bu karbonun nə olar quruluşu? Yəni, daha doğrusu hibritləşməsi. Bu karbonun hibritləşməsi nə olar? SP3 olar da, elə deyil. SP3 tək qatda bu bundan sonra gələnlər. SP3 də bu karbonlarda. SP3, SP3 elə deyil. Bunlarda isə S-dir. Və bunlar da S-dir. Baba bunlar S-dir. Bunlar S-dir. Deba bunlar S-dir. Hidrogenlər S elementləridir. Bunlar S-dir. Yerdə qalanlar isə SP3-dür. SP3-lər nətər yazılır? Dedim ki, SP3-lərdə bax, bunlar P elementidir. Karbon P elementidir axı. Bax bu
P elementi də karbon. Ona görə sonsuzluq kimi. Bax, bunlar belə. Bu qaydada olar. Bax, bu 4 dənə xətti yoxdur. Bu hər xəttə bir ləçək düşür. Gül kimi də elə bil bunları gül kimi götürürsən. Sonsuzluq. 2 dənə sonsuzluq. Başa düşdün? Bax, bu qaydada yazanda, axırda hibrid orbitalları da sayanda bir-bir baxırsan, 3 dənə karbon yoxdur. 3 dənə karbon. Hər karbonu belə gül kimi götürürsən. Hər Mən onu karbonu dedim, zəhmət olmasa. nə? Bir də deyim. Bəli, mən. Yaxşı. Bax, bizə veriblər C3H8. Dedim ki, hidrogenlər nədir? S elementidir. Yəni belə. Amma karbonlar P elementidir. P-nin də yazılışı bilirsən də, sonsuzluq kimidir. Belədir. Elə deyil. İndi burada da baxırsan ki, karbon, karbon, karbon var. Bunları da birləşən hidrogenlər var. Bu hidrogenlər S elementi olduqlarına görə bunları kürə kimi götürürük. Bunları kürə kimi götürürük. Quruluşlarını. Söhbət quruluşdan gedir. Amma karbonlar P elementi olduqlarına görə sonsuzluq çəkməlisən də belə. Buna da bir sonsuzluq çəkməlisən. Axı karbon P elementidir. Başa düşdün? Baba belə. Bəli, mən. 2 dənə elə bir sonsuzluq var. Bax belə. İndi mən də sənə deyirəm ki, sonra bunlarda hibrid orbitalları tapanda, daha doğrusu sigma rabitəni yaradan orbitalları tapanda, bax bunu götürürsən bir dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə. Sonra bir, 2, 3, 4 dənə. Bir, 2, 3, 4, 5, 6, 7 dənə. Nə qədər eləyir ümumi toplayanda? Məncə 20 dənə eləyir. Bu qaydada tapa bilərsən. Yəni bunun açılışı əslində buradan gəlir. Yox, qısa qaydası. Mən qısaya keçirəm. Bunun mahiyyəti buydu. Yəni bu SB3-ün tapılması, bu hibrid orbitalları yaradan, sigma rabitəni yaradan orbital saylarını, daha doğrusu yaradan, bax buydu. Bunun quruluşu, sxemi buydu. Amma yox, normalda qısa qayda ilə tapmaq istəyirsənsə, o zaman sənə harda mən bu özümün tətbiq etdiyim bir şeydir. Nə Bu edirsən? qayda açılışı olsa biraz uzundu, qarışıq. Tez yaddan Hə, çıxandı. hə. Amma indi mən dediyim qısadır. Bir dənə bax, harda C3H8 gördün, C5 ilə H12 gördün, C4 H10 gördün. Tez çəkirsən quruluşu. Karbonların yerinə 4 yazsan, 4 rəqəmi. Hidrogenlərin yerinə də 1 rəqəmi yazsın. 4-1 qaydası deyirəm mən bunu. Yazdın, toplayırsan rəqəmləri. 4, 4, 4. Nə eləyir? 16. 12, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Gördün? Cəmi 20. Başa düşdün? Bəli, mən başa düşdüm. Yox. Bu qaydada tapa bilərsən. Məncə çətin deyil. İndi məsələn, mən O sənə birini zaman verim. qaydada vardı, hə, bu dediyinizdə. Bu 4-1 qaydası yoxdur, amma videoda indi olacaq da, videodan baxarsın. Yaxşı? Yaxşı. Bax, məsələn, gəl indi birini verim sənə. Mən dediyim qayda ilə tap. C5H12. Tap görüm. 26 dənə. Gəl baxaq, nətər tapdın? Yəqin ki, 5 dənə karbon çəkdin. Bəli, mən. 1, 4, 2, 4, 5. Aha. Hidrogenləri belə olacaqdı. Hı -hı. Bunlara yəqin ki, 4 verdin. Hə? Bəli, mən. Hı -hı. Bəli, Bunlara da yəqin ki, 1 verdin. Bu yanlara. bəli. 20, bax belə 20 verdin. 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Çox olur axı. 32 dənə olmalıdır.
Karbonları mən birini yazmamışam. Hə, deyirəm də. Nəsə əks alın. Bax, bu 4-1 qaydasından bu ikinci yol. Bu, yenə deyirəm, heç harda yoxdur. Heç bir kitabda yoxdur. Bu, özümün tapdığım bir qaydadır və yarayır, işə yarayır. Bu belə. İstəyirsən bir dənə də yol suna bilərəm sənə, təqdim edeyim. Bax, C3H8 var idi. Nətər tapırsan? 4-ü vurursan həmişə 3-ə. Axı dedim axı karbonları 3 götür. Və bunları daha doğrusu dedim 4 götür. Elə deyil. Bu bildim bu 4 hardan gəldi. Şəfa. Bu 4 bu ləçəklərin sayıdır bax. Mana o getdi ləçək. O ləçəyi silmişəm. Ləçək çəkdim bayaq. Karbonu belə. Yadındadır. Bəli. Bax həmin bax bu karbona belə çəkmişdim axı. Bax bu ləçəyin qollarının sayıdır. Bu ona görə bunu 4 yazırıq. Yəni bir də hər dəfə saymırıq da. Hə, bunun asan qaydası. Bayaq karbonu yazıb üstündən 4 yazdığında hazır 3 dənə karboncu, 3 dənə 4-ün olacaqdı. 3 dəfə 4-ün neçə eləyir? 12. Demişdim hidrogenləri də 1 götür. Yəni 8 də 1-ə vuranda eləyir 8. Eləyir nə? 20. Bax məsələn, sana mən verirəm C6, deyək ki, H14. Deyirəm burada nə qədər sigma rabitəni yaradan orbital sayı var. Nətər tapasın? Dediyim qaydada 4-ü vursan 6-ya 24, üstünə də 14 gəlsən. Eləyir 38. Bu birinci qayda. İkinci qayda, ikinci qayda. 6 dənə karbon çəkəsən. Hidrogenləri qıraqlardan çıxardırsan. Qalxdıq. Daha sonra bunlara verəsən 4 karbonlara. 4, 4, 4, 4, 4. Nə eləyir? 4 dəfə 6 nə eləyir? 24. Hidrogenlər nə qədər oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 24-ün üstündə 14 gəl, 38. Gördün, yenə eyni şeydir. Bu ikinci qayda oldu. Üçüncü qayda da o ləçək qaydası idi. Başa düşdük. Başa düşdüm. Bu da oldu belə. Demək, sigma rabitəni yaradan orbital sayında bu üç qaydadan da istifadə edə bilərsən. Gəldi indi qeyri-hibrid orbitalları yaradana, qeyri-hibrid orbitalların sayına. Görək qeyri-hibrid orbitallar nətər tapılır? Yadda saxla, qeyri-hibrid orbital sayları hidrogenlərin sayı üstəgələ 2pi ilə tapılır bu düsturla. Məsələn, sağ verirlər C3H8. Deyir burada hidrogenlərin, daha doğrusu qeyri-hibrid orbitalları tap. Nə taparsan, necə olar? Bayaqki müəllimə istifadə etdiyimiz düsturdur. Yox, bu düstur dediyimdə hidrogenlərin sayı üstəgələ 2pi. Hə, onda 8 üstə gəlinsin. Hidrogenlərin sayı ASO. 8 üstə gəlinsin 2pi. Bunlarda pi rabitə var idi. Xeyr, yoxdur, 0. Yox. Onda Olmaz. götürmürsən də. Onda götürmürsən 0. Demək hidrogenlərin sayı nə qədərsə qeyri-hibrid orbitalın sayı o qədərdir. Başa düşdün? Bildim müəllimə. Aha. Bəs yaxşı, hibrid orbitallar nətər tapılır? Demək, qeyri-hibrid deyəndə hidrogenlərə baxdıq. Hibrid deyəndə isə hibrid nə deməkdir? Hibridləşmə dərsində dediyimiz sp3, sp2, karbonlar bilirsən də alkanda sp3 vəziyyətində olur. Axı hamısı tək qatdır. Ona görə burada bax bir dənə S iştirak eləyir, 3 dənə də P iştirak eləyir. Cəmi 4 dənə hibrid iştirak eləyirmi? Hibrid orbital. Ona görə nə qədər karbon sayı varsa, o qədər həmişə vurursan 4-ə. Məsələn, sağ C5, H12 deyirəm. 5-i vurarsan tez 4-ə, eləyəcək 20. Demək 20 dənə hibrid var imiş. Desəm qeyri-hibrid tap, deyəsən 12 dənə də qeyri-hibrid var imiş. Başa düşdü? Bəli, müəllim, bu tapdığımız hibriddir də, 14 dəqiqə tapdığımız. Hansı? De 20 Hansı? tapdıq. Hə, 20 bəli hibriddir. Hibrid deyəndə yenə deyirəm, karbonun sayını 4-ə vurasın. Nəyə görə? Çünki bunlarda sp3 vəziyyətində olur axı bütün karbonlar. Yəni bir dənə S, 3 dənə də P iştirak edib. Cəmi 4 dənə hibrid orbital iştirak edib. Ona görə 4-ü vursan həmişə verilən rəqəmə. Başa düşdük bunda. Bildim müəllimə. Aha, bu oldu belə. Bu da bir hissəsi. Nə qaldı? İndi homoloji sıranı da deyirəm.
Bir dənə homoloji sırada rahatdır. Düsturdan qurtardıq. Görsən düstursuz heç bir əzbərə. İndi mən bunu kitabdan açıb sənə göstərsəm, görərsən ki, orada daha çox düsturlar var. Hamısı enlərlə də düsturlar. Təmiz beynin qarışar. Gəldik nəyə? Homoloji sıra deyilən bir şey var alqanlarda. Homoloji sıra nədir? Homoloji sıra eyni sinifə aid olmalıdır, bir-birindən eyni qədər fərqlənməlidir. Məsələn, alkanlar bir-birindən CH2 qədər fərqlənir. Bunların homoloji sırasında CH2 durur. Nətər bilirsən? Birinci alkan nətər yazılırdı? CH4. İkinci alkan nətər yazılırdı? C2H6. Üçüncü alkan nətər yazılırdı? C3H8. Dördüncü alkan nətər yazılırdı? C4H10. Beşinci nətər? C5H12. Bir dənə diqqətlə bax və görsən ki, bunlar bir-birindən gör nə qədər fərqlənir. Və bunların arasına xətt qoyuram ki, daha aydın görərsən. C5H12-dən gəl çıxaq C4H10. Bir dənə məntiqlə bax. 12-dən 10 çıxanda eləyir 2. 5-dən 4 çıxanda eləyir 1. Demək, karbonun bir dənəymiş, hidrogenin də 2 dənəymiş. Yəni, CH2 qədər fərqlənirmiş. Yəni, karbon bir dənədirsə ayağına 1, hidrogen 2 dənədirsə ayağına 2. Gördün, bir-birindən CH2 qədər fərqləndimi? İndi istəyirsənsə ki, C4H10-dan çıxım C3H8-i. Burada da elədir. Karbon özündən bir-bir fərqlənir 4-dən çıxanda. Hidrogen isə ondan 8-dən çıxanda eləyir 2. Gördün, yenə CH2 qədər fərqləndi. Bu o deməkdir ki, homoloji sıralarında bunların CH2 durur. Başa düşdük? Bəli, müəllimə. Testlərdə nətər düşür? 4-cü qrup qəbullarında, 1-ci qrup qəbullarında düşür. Deyir ki, bir-birinə qonşu olan bir-birinə qonşu olan, nəsə yaxşı yazmıram, yola ver hələ ki. Qonşu olan 2 dənə alkan var. Onların kütlələrinin cəmi 76-dır. Alkanları tap. Belə bir sual veribdir. Başa düşdün də yəqin ki, biraz xəddim pis olsa da. Prosta yazamıram da masuna. Deyir bir-birinə qonşu olan 2 dənə alkan var. Onların kütlələrinin cəmi 76-dır. Bu alkanları tap. Bu nə deməkdir? Sən bildin ki, alkan deyirsə, 2 dənə alkan da bir-birindən qonşudursa, bunlar bir-birindən nə qədər fərqlənirdi? CH2 qədər fərqlənirdi mi? Şəfa. Bayaq Bəli, dedim. müəllimə. Qonşular bir-birindən CH2 qədər fərqlənir. Yəni bunlarda normalda alkanın quruluşu nətər olurdu? CN, H2N plus 2. Alkanın kütləsi nətər olurdu? 12 karbonun öz kütləsidir. Hidrogende 1-dir də bilirsən. 12-ni 2N-ə vuranda daha doğrusu eləyir 12N. Üstə gələk. 1-i 2N-ə vuranda eləyir 2N. 1-i 2-yə vuranda eləyir 2. Toplayanda nə eləyir? 14N topla 2. Demək, alkanın nisbi atom kütləsi budur. 14N plus 2-dir. Müəllimə, İndi bunun yerinə 1 qoydunuz, hidrogenin yerinə 1 qoydunuz, enlərin yerinə elə bax, tapdınız. kütləsi, karbon kütləsi 12-dir də. Ona görə 12-ni vururam enə. Hidrogen kütləsi 1-dir deyə 1 vururam 2 plus 2-yə. Nətər məsələn H2O yazanda deyirəm, bunun kütləsi 18-dir. Nə bildik? Hidrogen 1 deyil, 1 vururam 2, 2. Oksigen də 16-dır da, 16-da vururam 1-ə eləyir 16. Deyirəm 18 qramdır bunun kütləsi. Bu da yeni şeydir. Bu 12 qram deyə 12-ni vurdum enə, 12, 1-i vurdum 2-ni topla 2, elədi 2 plus 2. Dəyişmədi heç nə. Toplayanda da elədi 14 plus 2. Demək, alkanın kütləsi buymuş. Başa düşdüm, bura qədər. Bildim, İnsan nə müəllimə. deyir? Deyir bir-birinə qonşu olan 2 dənə alkan var. Bir alkanın kütləsi 14 plus 2-dir. O biri qonşunun da kütləsi bu olacaqdır. Bu da alkandır. 14-dən topla 2. Amma bunlar bir-birindən nə qədər fərqlənirdi? CH2 qədər. CH2-nin kütləsi nə qədər eləyir? 14 qram eləyirmi? 12 qram budur, 2 qram da budur. Ona görə üstə gələk bir dənə 16, 14 yazsan. Bunu da toplayanda neçə eləyir? 28 en məncə bərabərdir 58-ə mi? Nəyə mi? Nəsə belə də. Yəni burası üzrə həll olunmasıdır. Başa düşdün gedişatı. Bəli, müəllimə, 14 axırda nə oldu müəllimə? Bərabər 14-dən topla 2 üstə gələk 14-dən topla 2 üstə gələk 14. Bərabər eləyirsən deyilən kütləyə 76-ya. Sonra da həll eləyirsən 28-in topla 18 bərabərdir 18 eləyirmi? Hə.
Düzdür, 76-ya. Sonra buradan eni tapırsan. 28 en bərabərdir 58, en də bərabərdir neçədirsə o. Başa düşdün? Aynen o təzədən yazmışdısa 14 en üstə gəlinsin 2. Bunu niyə yazdım? Çünki saat 2 dənə alkan qonşudur deyir. Saat 5 alkan desə 5 dəfə 14-dən toplu 2 yazarsan. 3 desə 3 dənə alkan yazarsan. Bildin? Hə, bildim. İndi gəl bunu Bəs sən tap mənim görüm. Hı. o üstə gəl 14 yazmışsa bəs onu Üstəgəl 14-də SH-nin kütləsi daxı bir-birindən qonşular SH qədər fərqlənir. Elə fikirləş ki, bax burada sizin evdir. Burada qonşunuzun evidir. Elə deyirlər ki, bunların aralarındakı məsafə və yaxud da ki, Şəfəqilin evindən mağazaya qədərki məsafə 76-dır. Bunlar arasında nə qədər və yaxud da ki, Şəfəqilin evin məsafəsi nə qədərdir? Məsələn, belə bir sual veriblər. Sən fikirləşsən ki, bu qonşular arasında olan məsafəni də hesablamalısan, buranın da kütləsini hesablamalısan, yəni bu məsafəni də, bu məsafəni də. Ondan sonra cəmliyib 76-ya bərabərləşdirərsən də, bu da 10 kimidir. İndi bir-birinə qonşu 2 dənə alkan dediyinə görə, bu alkanla bu alkan kütləsini də yazıram. Bunlar arasında olan kütləni də yazıram, fərqi də. Onları bərabərləşdirirəm 76-ya. Başa düşdün? hə bildim. Əla. Gəl indi mən sənə belə bir sual verirəm. Həmişə bir-birinə qonşu olan alkanlar ümumiyyətlə CH2 qədər fərqlənir. Bəli, bəli, alkanların hamısı CH qədər fərqlənir. Bizə 3 dənə qonşu olan alkanın kütləsini desə ki, 3 dənə qonşu alkanın kütləsi 100-dür. Yəni 96-dır ya. 96-dır. 3 dənə qonşu olan alkanın kütləsi 96-dır. Birinci alkanı tap. Nə? Alkanın kütləsini tap. Elə bir sual var. Nə yazarsan? Birinci alkanın kütləsini tap. Deməli. Qeydşatı denən bəsdir. Birinci mənim CnH2-nin üstə gəlir 2 formulu. Sonra 3 dənə alkan deyirsə, onda 14 en üstə gəlir 2. 3 dənə 14 en üstə gəlir 2 yazırıq. Hı -hı. Üstünə gəlirik 14. Bərabər eləyirik 96-ya. Aysel 14 plus yazsan 2'yi 3 dəfə. Üstə gələk 14 bərabər edirsən də 96-ya. Qurtardı. Bu qaydada. Əla. Başa düşdün bunu. Demək alkan kütləsini elə tapırlar. Daha sonra oksidaşma dərəcələri qaldı. Tez bunu da deyim, çünki 2 dəqiqə qalıbdı bunun bitməyinə. Təzən link atacağım. Oksidaşma dərəcəsi nədir? Bunlarda alkanlarda oksidaşma dərəcəsi belə tapılır. Məsələn, CH6 verib də sənə. Burada hidrogenə 1 verib də tapa bilərsən. 2x bu x qoya bilərsən buna. Yazarsan ki 2x üstə gələk 6. Normal nəfər tapırdıq o qaydada. 2x bərabərdir 6-ya, x bərabərdir 3-ə. Belə də tapa bilərsən. Yox, bir dənə də yolu var ki, sağa nə qədər hidrogen veriblərsə, onun əksi qədər də tapa bilərsən. Yəni burada 6 deyil, bu müsbət 1-dir də. Bu onda mənfi olacaqdır. Bura yazsam mənfi 6. Bunun da ayağında 2 yoxdur. Mənfi 6-nı 2-yə vurub böləndə nə eləyir? 3. Demək bu x mənfi 3-üymüş. Məsələn, sağ C8, H18 veriblər, hə? Nə edirsən? Bu 18-i tez avtomatik bura mənfi işarə ilə atsan. Yazsan mənfi 18. Mənfi 18-i 8-ə bölsən tapırsan. Bu qaydada. Belə hamısını tapa bilərsən. Düzdür, böyük rəqəmlər düşsə belə düşür ancaq. Başa düşdün? Bunu mən hansını tapmaq üçün nə üçün edə bilirsən? Oksidaşma dərəcəsini. Hə. Heç nə. Qoy təzədən link atıram.